doğru dildə də olsa, Rusiyanın ağzı indi pendir kəsmir. Rusiya heç nəyə təsir eləyə bilmir. İndi tələb edir ki, Maduronu geri qaytarın. Sən kimdən nəyi tələb edirsən? Sən belə götürəndə, yəni Trampa düz deyil, indi mən haqq qazandırmıram ki, bir ölkənin birinci şəxsini gedib oğurlayıb gətirsən. Amma sən Rusiyadan gedib Venezuelada sən baza yaratmaq istəyirsən, onun neftini alırsan, Kubada gedib baza, onun qulağının dibindədir. Sən Ukraynaya atdığın ittihamlar ki var, NATOya qoşulsan sərhədlərimizdə gələcək. Sən də gedib orada Amerikanın yanında raketlər qoymuşsan. O vaxtda Xruşovun dövründə də bir az qalmışdı bir müharibə başlasın Amerika falan. Onda sakitlikdən oldu. Sənin orada nə işin var? Yəni bu dəqiqə Amerikanın müxtəlif ölkələrdə həyata keçirəcəyi iqtisadi, hərbi tədbirlərinə Rusiyanın təsir etmək imkanı yox. Rusiyanı biz gördük də. Bayaq mən baxıram, Kupianskaya qaz turbalarının içi ilə əsgərlər girib, şəhərə girib şəkil çəkdirmək istəyirlər. Yəni belə deyir, miqrantları aparırsan, türmədən adamları buraxırsan. Yəni raketlər olmasa mən elə hesab edirəm ki, indiki üstünlüyü də əldə edə bilməzlər. Sadəcə raketləri çoxdur və hərbi potensialı çoxdur. Təəssüflər olsun ki, Avropada, Amerikada, Ukrayna məsələlərində ləng addımlar atırlar. Baxın, Tomahawk'ın verilməsi ilə bağlı mən xatırlayıram, 1-2 ay bundan öncə mən ASTV-də olmuşdum. O vaxt artıq qərar vermiş ki, Tomahawk'lar veriləcək. Kilometrajların deyildi, hələ də yoxdur. Və fikirlər gündə dəyişir. Gah Trump deyir ki, Putin pis oğlan deyir, gah da deyir ki, incimişəm bundan, özünü yaxşı aparmır. Ortada da heç nə yoxdur. Ortada əzilən Ukrayna xalqıdır. Yəni müharibə artıq hərbi məsələyə çevrilmir, siyasi məsələyə çevrilmir. Bəli. Nə isə bölüşmək istəyirlər və onu ortaq məxrəcə gələnə qədər Ukrayna xalqının başına bu fəlakətlər gələcək. Yəni burada artıq qələbədən söhbət getmir. Əlbəttə, əgər bugün Kiyev iflis vəziyyətinə düşübsə, bunu Avropa İttifaqı da, Amerikada görürsə ki, bu mərkəzi vurur, Rusiyanın mərkəzinin vurulması üçün raketləri vermirsə, bu nə deməkdir? Bu deməkdir ki, yəni hələ ki siyasi alver gedir, iqtisadi alver gedir və nəticənin nə olacağını proqnozlaşdırmaq çətindir. Düz indi Zelenski açıqlama verdi ki, Abu Dhabi'dəki son görüşdə Amerika, Rusiya və Ukrayna görüşündən sonra Zelenski indi açıqlama verdi ki, hər iki tərəf kompromisə getməlidir. İndi kompromis nədir, biz onu hələ bilmirik. Amma Rusiyanın kompromisi Peskovun dilindən səsləndi ki, Donbasdan Ukrayna ordusu çıxmalıdır. Ərazi kompromisi. Bəli, yəni Donbasını hələ tam işğal eləməyib, deyir, yerdə qalanlarını da ver, sonrasına baxarıq. İndi bundan bir gün öncə, dünən ya sırağa günü Zelenski deyirdi ki, Donbasdan çıxmaq təklifini heç cür reallaşdıra bilmərik. Yəni bura bizim ərazimizdir və suveren ərazidir və s. Amma indi danışıqlar gedir. İndi adam Amerikadan da soruşmaq istəyərdim ki, siz nə istəyirsiniz? Yəni Rusiya geri çəkilmir. Ukrayna isə vurula gedir. Dünən Xarkov vurulurdusa, Odessa vurulursa, artıq bir neçə gündür ki, Kiyev şəhəri iflis vəziyyətindədir. İnsanlar artıq palatkada gecələyirlər. İşıqlar yoxdur, enerji yoxdur, qaz yoxdur. Və bunun sonu nə olacaq? 38 milyonluq bir xalq hansısa siyasi oyunların qurbanına çevrilir.